illər Koreyada yaşayan və təhsil alan Azərbaycanlı fəlsəfə doktoru Leyla Məsimli böyük bir uğura imza atıb. O, Azərbaycan və Koreya arasındakı mədəni və akademik əlaqələrin inkişafına verdiyi töhfəyə görə Seul şəhərinin fəxri vətəndaşı adını qazanıb. 2025-ci ildə bu adı sadəcə 17 nəfər qazandı və onlardan birisi isə məhz Azərbaycanlıdır elə. Leyla Məsimli həm magistratura, həm də doktorantura təhsilini Koreyada alıb və hal-hazırda Seulda akademik fəaliyyətinə davam etdirir. O, Avrasiya Türk Araşdırmaları İnstitutunda çalışıb, indi isə İNHA Universitetində Azərbaycan multikulturalizmi fənnini tədris edir və ölkəmizi tələbələrə yaxından tanıdır. Bununla yanaşı o, Azərbaycan xalq ədəbiyyatının Koreyada tanıdılması üçün də böyük işlər görüb. Diaspora İş üzrə Fondunun dəstəyi ilə Azərbaycan nağıllarını və Kitab-ı Dədə Qorqud dəstanının bir hissəsini Koreya dilinə çevirib. Bu uğur təkcə Leyla Məsimlinin deyil, ümumiliklə Azərbaycanın mədəni tanıdılması baxımından da çox önəmli addımdır.